Təmizlik sektorunda çalışan izləyicimiz Günay xanım yazır. Komandamızda iş bölgüsü qarşılığı var. Bəziləri çox iş görür, bəziləri az. Bunu necə həll edək? Mən düşünürəm ki, yəqin ki, çox iş görən xanım özüdür və şikayət eləyir. Burada haqlı ola bilər. Nədir məsələ? O şirkətdə böyük ehtimal işlərin bölgüsü ilə bağlı, iş axışı ilə bağlı məsuliyyət səlahiyyət bölgüsü aparılmayıb. Ona görə də həqiqətən də ya kiməsə çox iş düşür, ya kiməsə az iş düşür. Burada nə etmək lazımdır? Birinci növbədə görüləcək işlərin xronometrajı və birinci ardıcıllığı, sonra xronometrajı aparılmalıdır. Yəni, biz hansı işləri görürük? Təmizlik deyəndə nələr edirik və nələri edirik sözündən sonra bunlara nə qədər vaxt sərf edirik? Baxın, elə iş ola bilər ki, onun vaxtı uzundur, amma çox yüngül işdir. Elə iş ola bilər ki, vaxtı azdır, amma çox ağır işdir. Məsələn, adam böyük matrasları qaldırır, hansısa qalxır, 1-2 saat pəncərədən asılı qalır, orada nələrisə təmizləyir və bu ciddi şəkildə ergonomika narahatçılığı olduğuna görə və fiziki iş olduğuna görə onu çox yorala bilər. İndi məsələn, adam düşünür ki, mən 2 saatdır filan işi görürəm, filan kəs yarım saat işləyir, amma yarım saatın müqabilində oradakı yoruculuq, məsuliyyət, diqqət nə qədər tələb olunur, bax bunların ölçülməsi lazımdır. Və bunları da bütün heyətə doğru şəkildə kommunikasiya eləmək lazım. Yəni, bir adamın 2 saat gördüyü işlə, ola bilər digər adamın yarım saat gördüyü eyni yük və eyni ağırlığa səbəb ola bilər. Bax, bunları dəqiq müəyyənləşdirəndə, çünki heç bir işçi digərinin yerinə yorulmadığına görə o bilməyəcək o kim çox işləyir, kim az işləyir. Elə baxacaqlar ki, filan kəs əyləşib deyəcək, aha, ona az iş verilib, mənə çox iş verilib. Bunların ölçülməsi lazımdır. Ağırlığı, məsuliyyəti, orada istifadə olunan peşəkarlıq. Məsələn, işçi var 8 saat iş görür, amma digəri 4 saata bunu icra edir. Yəni, bu demək deyil ki, biz 4 saata o adam icra edirsə, təzədən onu bir dənə də 4 saat işlətməliyik. Yəni, iş bölgüsü səliqəli, dəqiq aparılanda işi nə vaxt yetirdi, necə keyfiyyət yetirdi, bunlar önəmlidir. Hə, ədalətsizlik varsa, birinə çox, birinə az verilibsə, yenə o xronometrajda ortaya çıxır ki, aha, yükləri doğru bölüşdürək və o kağız üstündə, sənəd üstündə də bu görünsün. Yoxsa işçilər özlərinə qalsa, özləri qiymətləndirsə, əminəm ki, heç kim deməyəcək ki, mənim işim azdır, mənbənin işi çoxdur. Hamı deyəcək ki, mənim işim çoxdur.